bugünkü gündə uşaq vaxtı bu uşaq tez-tez xəstələnirsə və bu pis qidalanırsa bu uşaq, dediyim kimi də nəm glutenli bol, abur-cubur və s. belə və buna aqressiv müalicələr tətbiq olunursa, antibiotiklər, hormonal müalicələr və s. bu uşaq gələcəyin diz oynağı protezinə hazırlanandır, çanaq protezinə hazırlanan biridir. Bu uşağın əzələləri də zəif olacaq. Nə qədər ki siz deyirsiniz fast food mərkəzlərində uşaqlar var, o qədər də elə nitq inkişaf mərkəzləri doludur uşaqla və elə o uşaqlarda elə oradan gələn uşaqlardır əksəriyyəti. Pis qidalanırlar. Pis qidalanma immunitetini zəiflədir, pis qidalanma beynə təsir edir. Biz özümüzü hüceyrə toplusu kimi görməyənə qədər biz o səhvləri eləyəcəyik və hər aldığımız o qidanın maddəsinin gedib bizim nə qədər hüceyrəmizi zədələdiyini görməliyik açıq-aşkar. Olmadığı sürəcə biz nə gəldi ötürəcəyik bədənimizə. Belə. Ondan sonra da o yaranan xəstəliklərində sağalmasını tələb eləyəcəyik.